İndi isə baxaq 7 nömrəli testə. Deməli, 6-nı vururam 8-ə, bax burada. 48 edir, 4-ü 8-ə 32. 7-ni 4-ə 28. 1-i 2-yə görürəm ki, heç bir uyğunluq yoxdur. Heç bir uyğunluq, oxşarlıq yoxdur. Daha sonra belə bir metodda yoxlayıram. 6-nı 4-ə 24, 8-i 8-ə 64. Yenə də görürəm ki, uyğunluq yoxdur. Yəni bu heç bir məntiqə əsaslanmır. Başqa bir metod yoxlayırıq. 6-nı 8-ə 48. Bu yanaşmadan baxanda 4-ün həmən bu 48-in tərkibində olan 4-ün biri burada, 8-in də biri burada. Daha sonra 7-ni 4-ə 28, daha doğrusu üzr istəyirəm. 7-ni 2-yə 14. 1-in həmən 14-də olan biri burada, 4-ü burada. İndi 3-ü 6-ya vuranda 18. Bax 1-in yazıb burada, 8 də burada. Yəni həmən ədədin rəqəmləri də burada yazılmışdır. 8 hardadır? B variantında. Cavab deməli B-dir.